Salam mənim əzizlərim. Hər vaxtınız xeyirli, gününüz mübarək və uğurlu olsun inşallah. Bugün sizlərə gildən hazırlanan qab-qaçaqların qoruyucu maqik gücünə sahib olmağını izah edəcəyim. Gil torpağın bir növündən olduğuna görə güclü mistik bir qüvvəyə malikdir. Xatırladım ki, insanlar torpaqdan yarandığı kimi torpağa geri dönürlər. Torpaq həm cadunu qəbul edir, həm də ki cadunun batilini qəbul edir. Ona görə də hər bir evdə gil qab-qaşığın olmağı, məsələn, su qablarının və yaxud da gildən qazançaların, tarelka əvəzi qabların olmağı hər bir evə və sağlamlığınıza, uzun ömürlük yaşamaq istəyənlərə bir növ gildən hazırlanmış su və yemək qabları ən gözəl bir vasitədir. Gil qablarda saxlanılan suyu içdikdə içəridə olan, daxilinizdə yedizdirilən və yaxud da içizdirilən caduların batilini avtomatik olaraq gil qablar təmizləyir. Gil qablarda istifadəviz ən güclü bir mistik bir əməllərin, yəni ki, cadunun təmizlənməsində böyük rol oynayır. Mənim əzizlərim, hər evdə bir gil qabdan hazırlanmış su qabından istifadə olunması vacibdir. Ən əsası odur ki, qazançalarınız və yaxud da tarelka əvəziniz olmasa da su qabınız hökmən olsun və həmin su qabından siz su için. Əgər su içirsinizsə və yaxud da çay qaynatırsınızsa və yaxud da ki, yemək pişirirsinizsə, gil qabda saxlanılan sudan istifadə edin. Arzu edirəm ki, hər bir evdə əmin-amanlıq, sevgi, rifahı və uzun ömürlük nəsib olsun. Bildiklərimi sizinlə paylaşmağı özümə borcu bilirəm. Hər birinizi sevirəm. Paylaşımlara, halallığınız üçün like qoymağı, paylaşmağı və komment yazmağı unutmayın.